Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Aprelin 16-sı 2022-ci il tarixində keçirilmiş 9-cu sinif buraxılış imtahanı suallarının izahına baxırıq. Birinci sual. Şəkilə əsasən MN qövsünün dərəcə ölçüsünü tapın. MN qövsü uşaqlar, əgər MON bucağı 36 dərəcədirsə, deməli onun söykəndiyi qövs də 36 dərəcədir. Çünki mərkəzi bucaq söykəndiyi qövsdən eyni dərəcəyə malik olur. Doğru cavab D variantı. Kamilin 90 manat pulu var idi. O pulunun 10%-nə dəftər aldı. Neçə manat pulu qaldı? Əgər pulunun 10%-nə dəftər alıbsa, geriyə Kamilin 90% pulu qalıb. Yəni 90 manat pulu var idi, 90%-i geriyə qalıb. 90-ın 90%-i böl 100 bərabərdir 81. Doğru cavab C variantı. Buradakı yəni sıfırlar getdi. 9-9-a vurduq 81. Buruqlara ayrın ifadəni deyir. Əvvəlcə ədəd hissələrinə baxırıq. 8 və 2. 8 və 2-nin əbobu, yəni ortaq vuruğu 2. C kvadrat y, D kvadrat y kubu. Hər ikisində görürük ki, y var. Çıxardırıq. Mötərizənin içərisində qalır 4C kvadrat çıxılsın. 2-ni çıxartmışıq D kvadrat. Y kubundan da y çıxartmışıq, qalıb y kvadrat içəridə. Bərabərdir. 2y qaldı çöldə. Mötərizənin içərisindəki ifadə də vuruqlara ayrılır axı. 2c minus dy və 2c plus dy şəklində. Olduğu vuruqlar bu şəkildə. Keçirik 4-cü suala. Üçbucağın tərəfləri 10, 12 və 14 sm olarsa, bu üçbucağın tərəflərinin orta nöqtələrinin birləşməsindən alınan üçbucağın perimetrini tapın. Uşaqlar, üçbucağın tərəflərinin uzunluğu verilib 10, 12 və 14 şəklində. Tərəflərin ortalarını birləşdirsəm, baxın, belə bir üçbucaq alacağım. Bu olacaq orta xətt və oturacağın yarısına bərabərdir 7. Bu da orta xətt, oturacağın yarısına bərabərdir 6. Bu da həmçinin orta xətt, onun yarısına bərabər 5. İçəridə əmələ gələn, baxın, bu üçbucağın perimetrini istəyir bizdən. 7, 5 və 6-nın cəmi. 11, 18, doğru cavab Y variantı. Funksiyanın təpə nöqtəsinin ordinatını tapın deyir. Funksiyanın təpə nöqtəsinin koordinatları M və N-dir. M təpə nöqtənin apsisi, N isə təpə nöqtənin ordinatı olur. N-in də düsturu 4AC minus B kvadrat bölünsün 4A şəklindədir. Deməli, burada yazırıq 4 vurulsun. Bizim A-mız -3, C-miz isə 5, minus B-nin kvadratı. B-miz də 6, kvadratı 36. Bölünsün 4A. 4 vurulsun, -3. 4-ü -3-ə vururuq, -12. -12-ni 5-ə vururuq, -60. -60, -36, -96. Məxrəcdə də 4-ü -3-ə vururuq, -12. -96-nı da -12-yə bölürük. Bu da eləyir. Cavabımız 8. Doğru cavab A variantı. Yəni təpə nöqtəmizin ordinatı N-i A oldu. 6-cı sual. A ilə B-nin kəsişməsinin elementlərinin sayı istəyir. Kəsişmədə ortaq elementlər seçilir. Burada ortaq elementlər 3, hər ikisində var. 5, hər ikisində var. Kəsişmədə 2 dənə ortaq element var. B variantı. Keçək 7-ci suala. İfadənin sadələşdirilməsi tələb olunur bizdən. Uşaqlar ilə baxan kimi görsənir. X-lar ixtisar gedir. A böl B qalır. A böl B, C variantı. Gəldik, XY hasili tənasüb kimi həll eləsə, XY hasili bərabərdir 5 vurulsun 10. Buradan görürük ki, XY bərabərdir 50-yə. Doğru cavab D variantı. Şəkildə verilənlərə əsasən X-i tapın. Demək, uşaqlar, şəkildə verilənlər, bura 110 dərəcədirsə, qarşısı da 110 dərəcədir. Qarşısı 110 dərəcədir. Bu 110 dərəcədirsə, burada 110 dərəcədir. Çünki uyğun bucaqlardır. 110 dərəcə 2x plus 10. Bunlar bir tərəfli bucaqlardır. O zaman 2x plus 10-la 110-un cəmi 180 dərəcəyə bərabər olmalıdır. Çünki bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Buradan 2x bərabərdir. 10-la 110, 120, 180-dən 120, 60. Buradan da x bərabər olur 30 dərəcəyə. Doğru cavab A variantı. Keçirik 10-cu suala. ABCD düzbucaqlısında BC 12, BC 12, AC 13, AB düzbucaqlı deyirsə, 90 dərəcə olduğuna görə Pifagoru tətbiq eləyə bilərəm. 12-nin kvadratı plus x-in kvadratı bərabərdir 13-ün kvadratı. 13-ün kvadratı 169, bu da 144. 169-dan 144-ü çıxırıq 25, x da qalır 5. Doğru cavab B variantı. Keçək 11-ci sual. AC 10, AC 10, BK 5, baxın bu hissə 5. Ştrixlənmiş hissənin sahəsini tapın. 90 dərəcədirsə uşaqlar, ştrixlənmiş hissənin sahəsi nəyə bərabərdir?
bütöv üçbucağın sahəsindən mən buradakı sahəni çıxsam, ştrixlənmiş hissənin sahəsini tapacağam, düzdürmü? İndi bütöv üçbucağın sahəsini tapmaq istəyirəmsə, AC, yəni tərəfi 10-u vururam bütöv hündürlüyə. Bütöv hündürlüyü 10 nədir? 10 vurulsun. Bütöv hündürlüyümüz, bura bir dənə x yazsaq, 5 plus x-dir. Onu vursam 5 plus x-a, onu da vururam 2-də 1-ə. Çünki üçbucağın sahəsi, baxın bu üçbucağın sahəsi tərəf, bu tərəfə çəkilən hündürlük hasilinin yarısına bərabərdir. Bundan çıxıram, bu ştrixlənməmiş üçbucağın sahəsi. O da 2-də 1 vurulsun 10, vurulsun x şəklindədir. Bərabərdir. Sadələşdirmə aparım. 2-də 1-i 10-a vuranda 5. 5-i 5 plus x-a vuranda olur 25 plus 5x. Çıxılsın. 2-də 1-i 10-a vururam 5. 5-i də x-a vururam 5x. 5x-lər islah gedir. Doğru cavabımız qalır 25. Cavabımız olur 25. Keçirik 12-ci suala. Şəkildə verilənlərə əsasən BK-nı tapın deyir. BK AB 2,5. Buraya yazırıq 2,5. BC yazırıq 2. BD-də 5-dir. Kəskin vətərlərin xassəsinə əsasən CB-nin BD ilə hasili AB-nin BK ilə hasilinə bərabərdir. Yəni 2 vurulsun 5 bərabərdir. Burada x yazaq. 2,5 vurulsun x-a. 2,5 x bərabərdir 10. X də bərabərdir 10-u 2,5-ə bölürük 4. Deməli ilə BK bərabərdir 4-ə D variantı. Mötərizə şəklində verilib 2 ifadə vuruq 0-a bərabərdir. Uşaqlar, hasil 0-a bərabər olanda vuruqları ayrı-ayrılıqda 0-a bərabər eləyirik. X plus 3-ü də mən 0-a bərabər eləyirəm. Buradan x-i tapıram, -3-ü. Bu ifadəndə 2 çıxılsın, 1 böl x plus 3-ü də bərabər eləyirəm 0-a. Buradan 1 böl x plus 3 bərabər olur 2-yə. Çarpaz vursam 2x plus 6 bərabər olur 1-ə. 2x bərabər olur, 1-dən 6 çıxıram, -5. X də bərabər olur, -2,5. Köklərimizdən birini tapdıq -3, birini -2,5. Amma misala qayıdıb baxanda görürəm ki, məxrəcdə x plus 3 var və mən -3-ü durub x plus 3-ü də x-in yerinə qoysam, məxrəc 0-a çevriləcək. Biz də demişik ki, məxrəcdə 0 olmaz. Ona görə -3-ü kök olaraq seçmirik. Doğru cavabımız -2,5 A variantı. Bu ədədin 9-a bölünməsindən alınan qalıq m və ikinci ədədin 10-a bölünməsindən alınan qalıq n olarsa, m plus n cəminin 5-ə bölünməsindən alınan qalığı tapın. Bu ədədin 9-a bölünməsindən alınan qalıq. Uşaqlar, 9-a bölünmədən alınan qalığı tapmaq üçün nə edirik? Əvvəla bu ədədin 9-a bölünməsindən alınan qalığı tapırıq. Rəqəmləri cəmləyək. 5, 6, 11, 18, 22, 25, 34, 36. 36. Düzmə hesabladıq. 11, 18, 22, 25, 34, 36. Bəli, 36-nı 9-a böləndə qalıq 0 qalır. Burada qalıq 0 qalır. Burada qalıq 0 qaldığına görə burada nə qalıq qalsa bu bizi maraqlandırmır. Nə qalıq qalsa çünki 0-ı həmin qalığa vuranda cavab 0 eləyəcək. Yəni bu ədədin 9-a bölünməsindən alınan qalıq m-dirsə, deməli m-imiz 0-a bərabərdir. İkinci ədədin 10-a bölünməsindən alınan qalıq. İkinci ədəd deyirsə, yəqin ki, bu ədəddən söhbət gedir. Sonu 3 ilə qutardığına görə 10-a bölünmədən alınan qalıq n, yəni 3 olacaq. N bərabərdir 3. M plus n cəminin 5-ə bölünməsindən 0 ilə 3-ü toplayıram eləyir 3. 3-ün 5-ə bölünməsindən alınan qalıq elə 3 olaraq götürüləcək uşaqlar. Əgər bir ədədi 5-ə böləndə 5-dən yuxarı ədəd alırıqsa, qalığı tapacağıq. Amma 5-dən kiçik ədəd alırıqsa, o qalıq elə həmin ədədin özünə bərabərdir. 15-ci sual. 4,7-də 3 və 2,7-də 4 olarsa, bu ifadənin qiymətini soruşur. Bu ifadənin qiymətini tapmaq üçün öncəliklə a kvadrat plus 2ab plus b kvadrat ifadəsinə baxıram ki, bu a plus b-nin mötərizə kənarı kvadratı düsturunun açılışıdır. Plus, buradan da mən 3-ü mötərizə xaricinə çıxartsam, qalacaq a plus b. Bərabərdir. 4,7-də 3 ilə 2,7-də 4-ün toplamı cavab edir 7. Ona görə a plus b 7-dir. 7-nin kvadratı çıxılsın 3 vurulsun 7. Bərabərdir. 49 çıxılsın 21. Bu da bərabərdir 28. Doğru cavabımız 28. İfadənin qiymətini soruşur. -2-ni vururuq. 1,21-dən kökdən çölə 1,1 çıxır. Üzərinə də gəlirik 3,6. 1,1-i 2-yə vururuq. -2,2. -2,2-nin üstünə 3,6 gələk. Üstünə 3,6 gələk. Bu da eləsin 1,4. 1,4 doğru cavabımız A variantı. Tənliklər sistemindən x minus y fərqini tapın deyir. Çox rahat bir tənlik sistemidir.
Tərəf-tərəfə toplasam 3y-lər gedəcək. 6x bərabər olacaq 14 ilə 10-un cəmi 24-ə. X də bərabər olacaq 4-ə. x4 olandan sonra 2 vurulsun 4, çıxılsın 3y bərabərdir 14. 8 çıxılsın 3y bərabərdir 14. Buradan 3y bərabərdir -6-ya, y də bərabərdir -2-yə. Y -2, x4. 4-dən də -2 çıxırıq. O da eləyir bizə 6. 17-ci sual 6. 18-ci sual. Düzbucaqlı paralelipipedin oturacaqlarının tərəflərini 6 dəfə azaldıb, hündürlüyünü 3 dəfə artırsaq, həcmi necə dəyişər? Uşaqlar, düzbucaqlı paralelipipedin həcmi A vurulsun B vurulsun C-dir. Oturacaqlarının tərəflərini 6 dəfə azaldıb. A-nı 6 dəfə azaldıram, B-ni də 6 dəfə azaldıram. C-ni isə 3 dəfə artırıram, 3 dəfə artırıram. 6 dəfə azalt, 6 dəfə azalt. Bunların hasili 36 dəfə azalmaqdır. Onu da vururam 3 dəfə artırmağa. 36 dəfə azalmaq, 3 dəfə artırmaq. Oxların istiqaməti əks olanda bölürük. Nəticə qalır 12 dəfə azalar. Çünki böyük tərəfdə aşağı oxdur. Böyük ədədin yanında aşağı oxdur. Yəni azalmaqdır. 12 dəfə azalar. 19-cu deyir ki, qayıq 48 kilometr məsafəni axınla getdi. Daha sonra həmin məsafəni geri qayıtdı. O bu yola 5 saat vaxt sərf etdi. Uşaqlar, 48 kilometr axından gedib, daha sonra geri qayıdıb. Məsafəmiz 48 kilometr. Axınla gedəndə qayığın sürəti ilə çay axınının sürətini toplayırıq. Çayın axma sürəti 4. Qayığın sürətini bilmirik. X plus 4. Axın ilə gedəndə bu şəkildə, yəni bu qədər zaman sərf edib. 48 kilometr gedib, sürəti x plus 4 olub. Axına qarşı gedəndə yenə də eyni məsafəni qət edib, geri qayıdıb axı. Bu dəfə x minus 4 olur. Axına qarşı getdiyinə görə çıxırıq. Və ikisi birlikdə, ümumilikdə bu yola 5 saat zaman sərf olunub. İki ifadəni ortaq məxrəcə gətirsək, x plus 4 ilə x minus 4, x kvadrat minus 16 eləyir ortaq məxrəci. Buna tamamlayıcı vuruq x plus 4 düşür, buna isə tamamlayıcı vuruq x. Daha doğrusu, buna tamamlayıcı vuruq x minus 4 düşür, buna x plus 4 düşür. 48 x minus 4'ə vursaq olur 48x minus 48 də 4'ə vururuq, 48 vur 4. Plus 48'i x-a vururuq, 48x minus 48 plus 48 vur 4. Bərabərdir 5. Fikir versək 48 4 hasilləri bir mənfi, bir müsbət gedir. 48x 48x 96x. Çarpaz vursaq 5x'in kvadratı minus 80 bərabərdir 96. Buradan 5x'in kvadratı bərabərdir 80 ilə 96'nı toplayıram. 176. X kvadrat da bərabərdir. Burada x kvadrat tapsaq 176'nı 5'ə böləcəyik. 176 böl 5. Amma doğru cavab, yəni tam cavab alınmayacaq da. Məsələnin qoyuluşunda yəqin ki, nəsə yanlışlıq var. Amma əgər belə bir məsələ ilə rastlaşacaqsa, tənlik bu şəkildə olmalıdır. Sadəcə rəqəmlər düzgün seçilməyib ya da sözləri daha fərqli versiyada olmalıydı. Keçək 20-ci. Əkob 120-72 və əbob 120-72 nisbət soruşulur. Əkobu əboba böləndə eyni ədədlərdən söhbət gedirsə, o zaman bu ifadənin qiyməti C-yə, yəni ortaq olmayan sadə vuruqların hasilinə bərabər olacaq. Bunun üçün 120-ni də 72-ni də sadə vuruqlara ayıracağım. 2, 60, 2, 30, 2, 15, 3, 5, 5, 1. 72, 2, 36, 2, 18, 2, 9, 3, 3, 3, 1. Deməli, ortaqlar 2, 2, buradakı 2'lər, buradakı 2'lər, 3'lər. Ortaq olmayan nədir? 5 və 3 hasili. O da 5 vur 3. Doğru cavabımız 15 olur. 21-ci sual. Çoxhədlinin vuruqlara ayrılması tələb olunur. Uşaqlar, bu tipli çoxhədli necə vuruqlara ayrılır? Baxın, yazıram. Hasil 7'ni vururam mənfi 4'ə. Mənfi 28. Cəm mənfi 12. Bu şərti ödəyən 2 ədəd düşünürük. Hasili mənfi 28, cəmi mənfi 12. Bu ədədlər mənfi 14 və 2'dir. Mənfi 14 və 2'ni neyinirik? Ortadakı 12x'i mənfi 14 və 2 şəklində parçalayacağıq. 7x kvadrat çıxılsın 14x plus 2x minus 4. Daha sonra bunların ikisini qruplaşdırıb 7x'i ortaq vuruq olaraq çıxardırıq. Qalır x minus 2. Bunların ikisini qruplaşdırıb 2'ni ortaq vuruq olaraq çıxardırıq. Qalır x minus 2. Daha sonra
x minus 2-ni çıxardırıq. Digər mötərizədə qalır 7x plus 2. Yəni son cavab budur. Vuruqlara ayrılmış şəkli. Bu ifadədə əgər x kvadratının qabağında heç bir əmsal olmasaydı, vietlə köklərini tapıb, sonra əks işarə ilə vuruqları şəklində yazardıq. Amma burada x kvadratının əmsalı varsa, bu qaydanı tətbiq edirik. 7 və -4-ü vururuq. Yəni x kvadratının əmsalını sərbəst əddə vururuq. -28 yazırıq. Yəni hasilin. Ondan sonra cəmidəki buradakı x-in əmsalını götürürük. Ədədlər seçirik və bu şəkildə parçalayırıq ortadakı ədədi. Gəldik. A -8,4, B -3,5 olarsa A və B nöqtələri arasındakı məsafəni hesablayın. Məsafə iki nöqtə arasındakı məsafə nöqtələrin koordinatlarının fərqinin moduludur. Yəni -8,4-dən çıxacağam. -3,5-i sonda cavabı modulda götürəcəm. Bu da eləyir -8,4 plus 3,5. Çıxanda da ki qalır, deməli 4,9. -4,9. Kökdən, daha doğrusu moduldan da çıxır, müsbət 4,9. Bu şəkildə aradakı məsafə 4,9 olacaq. 23-cü məsələ. 2 eyni boru hovuzun yarısını 3 saata doldurursa, bir boru hovuzun 1/3-ni neçə saata doldurar? Hovuzun yarısını 2 eyni boru 3 saata doldurursa, demək uşaqlar, 2 boru hovuzun yarısını 3 saata doldurursa, hamısını 6 saata dolduracaq. 2 boru 6 saata doldurur. Deməli, 1 saata 6-dan 1 hissəsini doldurur. Belə deyək də, demək, 2 boru hovuzun hamısını 6 saata doldurur. 2 boru 6 saata doldurur hamısını. Onda belə çıxır ki, 2 boru 6 saata doldurursa, 1 boru 12 saata dolduracaq. Çünki borunun sayı azalanda doldurulma müddəti artacaq. Tərs mütənasibdir axı. 1 boru 12 saata. 1 boru əgər hovuzun hamısını 12 saata doldurursa, 3/1 hissəsini 12 vurulsun 3/1, yəni 4 saata dolduracaq. Doğru cavabımız 4. 24-cü sual. Sinifdə 13 oğlan və 12 qız var. Sinifdəki şagirdlərdən təsadüfən seçilən bir nəfərin oğlan olması hadisəsinin ehtimalını tapın. Ümumi hal 25 nəfər sinifdə var. Təsadüfən seçilən bir nəfərin oğlan olması üçün əlverişli halların sayı 13 oğlandır. Doğru cavabımız 25-də 13. Nə deyir? A, B və C ədədlərinin ədədi ortasını tapın. Gəlin bunları açaq sadələşdirək. 10A plus B plus 10B plus A plus 10C plus C bərabərdir 99. 10A 1A 11A 10B 1B 11B 10C 1C 11C bərabərdir 99. A plus B plus C bərabərdir 9-a. Çünki 11-i ortaq vuruq çıxardıb 99-u 11-ə bölürük 9. A və B, C ədədlərinin ədəd ortası istənilir. Cəmi, yəni 9-u bölürük 3-ə. Bu da verir bizə 3-ü. Doğru cavabımız 3. Bu da sonuncu sualımızın izahı.